Güzel yurdumun güzel insanlar. Necəsiniz? Ne var ne yok. Ben yaxşıyam çok şükür. Buralardayım. Bugün internette çok viral olan bir resept eləmək istəyirəm. Şirniyyat reseptini eləmək istəyirəm. Yəni ki görmüş olarsınız, qabağınıza çıxmış olar. Bu resepti eləmək istəyirəm. Bu reseptdə görmüsünüzsə əgər bu qurudulmuş paxlava yufkalarından oluşur. Mən bunu əvvəlcə indi qoyacağım orada şeydə. Belə qarmoşka şəklində yığdım. Koydum fırında, bu şekilde qurudular. İndi biz bunun əvvəl şərbətini pişirməliyik ki, kek şeydən çıxan, fırından çıxanda şərbətinin üstünə tökək. Bunun üçün bizə 2 su stəkanı portakal suyu lazımdır. Belə bir su stəkanında ağzından biraz yarım pesok tökürük buna. Bir dənə bir portakal qabığının rəndəsini. Bunu biz koyacağız. Bunun gazın üstünde hardasa bir 15 dəqiqə biraz özünü çəksin, suyunu çəksin, şərbət kimi qalsın. O şəkildə bunu biz qoyaq, bu pişsin. Keçək bunun hazırlanmasına. Sözün düzü mən də bunu birinci dəfə də hazırlayıram, amma internetdə görəndə çox xoşuma gəldi. İçi belə sulu olur. İndi bundan biz 2 dənə yufkamızın ikisini ayırıp kenara koyacağız ki sonda üstüne eləməyə. Daha sonra bu yufkaları bu şəkildə əzirik. İsə biz bu əzdiyimiz yufkaları bir hazırlayacaq, kütle hazırlayacaq. O kütlenin içine karıştıracaq. Belə ki bu kütleye 3 tane yumurta, stəkanın biraz ağzından yarım pesok, 1 stakan belə əridilmiş tereyağı, daha sonra 1 stəkan portakal suyu, 1 dənə qaymaq, bunları karıştırırıq. Bu kütləmizi gördüğünüz hamısını tökdük, karıştırdıq. Bura bir dənə qabartma tozu əlavə edirik. Bir dənə portakalın qabığını rəndələdim, onu əlavə edirik. Bunu gözəl yaxşıca qarışdıraq. İndi biz bu kütləmizin içine bu əzdiyimiz yufkaları bu şəkildə buna karıştıracaq. Amma karıştıranda çok da belə xəmir kimi eləmirik. Eləcə biraz belə döndürürük. Çok az. Ondan sonra fırın qabımıza tökəcəyik. Gördüğünüz gibi bunu bütün tökdüyüm, qurutduğum lavaşları karıştırdım. Bunu belə düzləşdirək. Bunu hamarladıq. Bu kənarda saxladığımız 2 dənə yufkanı, lavaşı, yəni bu şəkildə əzirik üstünə. Bunu fırına verəcək. Bunu biz 180-190 dərəcə fırında 40 dəqiqə üzü qıpqırmızı qızarana qədər pişirəcəyik. Ondan sonra çıxardandan sonra şərbətimizi töküb servis eləyəcəyik. Hazırdır. Bu şəkildə gördüğünüz kimi ben şərbətini də tökdüm. Şərbəti də şirniyyatı fırından çıxartdım. O da bu pişene kadar ne kadar soğudusa o temperaturda oldu. Yani çok öyle buz gibi soğutmadım. Bu da isti. Töktüm üstüne. İndi servisimizi eləyək. Pişirdim. Ama dadına hələ baxmamışam. İstəyirsiniz dadına da sizin yanınızda. Yani siz göreceğiniz şekilde de dadına baxın. Yaxın gəl. Baxın sulu. Çok güzeldi. Dadı da çok güzeldi. Məsləhətdir ki pişirəsiniz. Dadını biləsiniz. İndidən pişirənlərə, yeyənlərə nuş olsun. Mən takip eləməyi, yorum yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Görüşərik.